Biznes Avonda müştəri bazasında öz müştərilərinizi daha asan idarə edə bilməyiniz üçün mərhələ bölməsi ilə tanış olduq və bəzi müştərilərə ilkin danışıq, evə baxış mərhələləri əlavə elədik və istənilən sayda müştəriyə istənilən sayda mərhələ əlavə edə bilərsiniz. Bəs bu mərhələni biz hansı formada yaradırıq? Gəlin onunla tanış olaq. Sol tərəfdə yerləşən müştəri mərhələsi hissəsinə daxil oluruq. Görürük ki, bizim hal-hazırda mövcud iki mərhələmiz var: alqı-satqı və kirayə. Alqı-satqıda ilkin danışıq, evə baxış, beh verilib və alınıb. Və buradan görə bilərsiniz ki, burada ümumi bir dəyər var. Yəni, bu alqı-satqının bir ilkin danışıq mərhələsində hal-hazırda bir müştəri, evə baxışda isə bir müştəri var və ümumi toplam dəyərini bu formada görə bilərsiniz. Kirayədə isə mərhələlər var, lakin bura heç bir müştəri əsayin edilməyib, yəni əlavə edilməyib. Gəlin yeni bir mərhələ yaradaq. Məsələn, günlük evlər üçün olan bir mərhələ yaradaq. Günlük ev mərhələsi və yeni mərhələ yarad hissəsinə gəlirik. Burada əlavə edə bilərik. İlkin danışıq mərhələni tamamladıq. Yeni mərhələ yaradırıq. Evə baxış. Yeni bir mərhələ yaradırıq. Evə baxış və evin icarəsi. Qısa 3 mərhələdən ibarət olan yaratdıq və yaxud da ki, bu yaradıldığımız yeni bir mərhələ yaradırıq. Bu bir dənəsini unutduq, əlavə eləyə bilərik. Beh verilib. Yeni bir mərhələ yaratdıq. Lakin ardıcılığa baxsaq, görürük ki, birinci ilkin danışıq, evə baxış, sonra olmalıdır beh verilmə, onda onu irəliyə çəkirəm və ən sonda evin icarəsi. Yəni, bu mərhələləri istənilən ardıcıllıqla özünüz də dəyişə bilərsiniz. Daha sonra yarat düyməsinə basıram və gördüyünüz kimi hal-hazırda məndə 3 dənə ayrı mərhələ var və həmin bu mərhələlərə uyğun olaraq da mən öz müştərilərimi əlavə edə bilərəm. Müştəri hissəsinə gəlirəm və burada hər hansı bir müştərimi gəlin əlavə edim. Məsələn, İlqar Hüseynov kirayə müştərisidir. Müştərinin üzərinə əlavə edirsiniz və burada müştəri mərhələsini redaktə eləmək üçün redaktə düyməsini basırıq, yəni düzəliş eləmə düyməsinə basırıq və müştəri mərhələsini seçirik. Bu kirayə olduğuna görə kirayə mərhələsini seçirəm və evə ilkin danışıq olubdur, evə baxış olubdur. Gəlin evə baxış mərhələsini qeyd eləyək və yadda saxlayaq. Artıq burada görürsünüz ki, evə baxış mərhələsi əks edildi. Və yaxud da ki, 300 minlik müştəri üçün gəlin alqı-satqı mərhələsini qeyd eləyək. Buradan mərhələdən beh verilib, alqı-satqı mərhələsini qeyd eləyək. Alqı-satqı mərhələsini qeyd eləyək. Buradan yazaq, beh verilib və əlavə eləyək. Gəlin səhifəmizi yeniləyək və əks olunan əlavə məlumatları bu formada görə bilirik və buradan təyin olunmuş, məsələn, müştəri mərhələlərinə uyğun alqı-satqı mərhələsini görmək istəyirəm. Alqı-satqıya əlavə edilmiş bütün evləri, bütün müştəriləri görə bilərəm və mərhələni seçirəm. İlkin danışıq mərhələsi, axtar düyməsinə əlavə edirəm. Hal-hazırda bu mərhələdə bir müştəri var və yaxud da ki, beh verib axtarışını eləyirəm. Burada müştəri yoxdur və yaxud evə baxış. Yəni, istənilən artıq mərhələyə uyğun müştərilərinizi rahatlıqla tapıb onlar üzərində işlərinizi davam etdirə bilərsiniz.